Hər vaxtınız xeyir olsun. Hörmətli, gözəl, dəyərli izləyicilər, deməli sizlərə bir xəbər deyim ki, mən şahı olaraq. Belə deyək də, jurnalistlərimizdən biri İntiqam Valehoğlu'ndan eşitdim. Həqiqətən də bu da mənim bir maraq dairəmdədir. Kapital Bank öz müştərilərinə, belə deyək də, hədə müştərilərinə belə bir xəbərdarlıq yayıb ki, 3 rəqəmli kodunuzu, şəxsiyyət vəsiqənizin seriyasını heç kimə bölüşməyin, reklamlar, bir sözlə ki, bu arada tətbiqlərdən, Kapital Bank'a aid tətbiqlərdən heç bir şeydən istifadə eləməyin. Bunu hər bir zaman bu kiber dələduzluğa görə bu Kapital Bank hər bir zaman xəbərdarlıq eləyir. Bu yaxınlarda mənə də zəng gəlmişdi ki, yəni Kapital Bankdan razılığınız varmı, belə elə. Mən də dedim, vallahi heç bir narazılığım yoxdur. Bu kiber dələduzluğa görə bu bir bank tətbiqini yükləmirəm telefonuma. Yüklətmirəm ki, yəni müəyyən bir qədər neysə olanda, məsələn 5 manatımda, 10 manatımda olsa, 100 manatım, nə bilim mən 1 manatım, 2 manatım da olsa, onu kimsə oğurlamasın. Xeyir ola, o mənə aiddirsə də, onu mən xaçlamalıyam, yoxsa kimsə mənə aid olanı oğurlayıb xaçlamasın. Ona görə mən nə o belə deyək də, nə siz deyin adını siz deyin. Hansısa bir tətbiqdən istifadə eləmirəm, hansısa bir kiməsə kart nömrəmi vermirəm, heç kimə, heç kimə. Vəssalam. Yəni, əzizlərim, diqqətlə qulaq asın. İntiqam Valehoğlu, gözəl jurnalistimiz danışır. Onun söhbətinə qulaq asın. Fikirlərinizi sonra kommentariyada yazarsınız. Bu Kapital Bank bir bank kartından istifadə edirsinizmi? Vəziyyət necədir? Sizlərdə necədir? Yəni Allaha şükür olsun ki, mənim başıma heç bir iş gəlməyibdi. Yəni çünki hansısa bir tətbiqlərdən istifadə etməmişəm, linki tıklamamışam. Yəni çünki tıklamaq üçün də gərək görən göz lazımdır. Onu da məsləhətləşirəm ki, bu nədir? Bu telefona gəlib deyirlər link gəlib. Deyirəm lazımdır, heç nə tıklamayın. Olmaz, vəssalam. İndi dostlar, İntiqam Valehoğlu'na diqqətlə qulaq asın. Görün nə danışır. Siz də sonunda fikirlərinizi rəy bölümündə bildirərsiniz. Xahiş edirəm, yəni bu barədə. Təşəkkür edirəm hər birinizə. Salam dəyərli izləyicilər, Kapital Bank təcili bir açıqlama yayıb və kartı olan hər kəsin nəzərinə bu məlumatı çatdırırıq. Videonu paylaşıb, burada üstə gəl işarəsinə vurun ki, növbəti məlumatları da izləyə bilərsiniz. Kapital Bank qeyd edir ki, müştərilərimizdən cihazlarının virusa yoluxmaması və kiber dələduzluq hallarından qorunmaları üçün etibarlığı şübhə yaradan mobil tətbiqlərdən istifadə etməməyi, rəqəmsal platformalarda, veb saytlarda qeydiyyatdan keçərkən diqqətli olmağı, şəxsi məlumatlarını, eləcə də istifadə etdikləri kartı 3-cü şəxsə verməməyi xahiş edirik. Həmçinin kartın üzərində olan 3 rəqəmli kodu, SMS vasitəsilə gələn bir dəfəlik 3D təsdiqlənmə kodunu, şəxsiyyət vəsiqəsinin FIN kodunu heç kimlə bölüşməməyi, banklar adından hazırlanan qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı tövsiyə edirik.